Salam əziz izləyicilər, bugün sizlərlə paytaxt keksinin reseptini bölüşəcəyəm. Öncə 170 qram yağı mikser köməkliyi ilə açırıq. Üzərinə 180 qram şəkər tozunu əlavə edib mikserlə bir yerdə qarışdırırıq. 3 ədəd yumurtanı da əlavə edib qarışdırdıqdan sonra üzərinə yarım paçka qabartma tozunu, 300 qram unu və quru meyvələri əlavə edib qarışdırırıq. Bişirəcəyimiz qabın içərisini yağladıqdan sonra içərisinə məhlulu əlavə edirik. Və öncədən isidilmiş 150 dərəcəli sobada bişiririk. Budur, artıq keksimiz hazırdır. Hazır olduqdan sonra üzərinə pudra şəkəri səpirik. Bugünlük də bu qədər əziz izləyicilərim. Sağ olun, sağlıqla qalın. Hələlik.